Uşaqlar, 27-ci sual barəsində bir də ətraflı izah vermək istəyirəm. Yadınızda bir şey saxlayın. İkinci tərəfdə, yəni əsas tərəfdə dı döyüş şəkilçisini görürsünüzsə, ondan qabaq gələn sözdə ın şəkilçisini görsəz belə qətiyyən gedib ismi birləşmə kimi götürməyin. İkinci tərəfdə olan dı döyüş şəkilçisini gördünüz, bu feili birləşmədir. Və bu birinci məqam. İkinci məqam nədir? Frazoloji birləşmə verəcəklər sizə və onun digər tərəfində, yəni əsas tərəfində məqməş şəkilçisini görəsiniz. Bu zaman gedib bunu feilli birləşmə kimi götürməyin uşaqlar. Frazoloji birləşmələr sabit söz birləşməsidir, feilli birləşmələr isə sərbəst söz birləşməsidir. Yəni qanı qaralmağı uşaq baxır, deyir ki, axı mən burada məqməçi görürəm. Bu feilli birləşmədir. Xeyr, qanı qaralmaq frazoloji birləşmədir. Siz gəlib də onu feilli birləşmə kimi götürə bilmərsiniz. Bir də təkrar edirəm. Frazoloji birləşmələr sabit söz birləşmələridir. Feilli birləşmələr isə sərbəst söz birləşmələridir. Bu frazoloji birləşmələrdə feilli birləşmələr bölməsində çox diqqətli olun. Frazoloji birləşmələri gəlib orada feilli birləşmə kimi götürməyin.